Dostlar salam, mən Nigar Rzayeva və bugün sizinlə birlikdə əvəzlikdən son bölməmiz olan Relative Pronouns, yəni ki, nisbi əvəzliklər bölməsi ilə davam edəcəyik. İlkin olaraq demək istəyirəm ki, bu Relative Pronouns kimdir, nədir, nəçidir? Deməli, bu nisbi əvəzliklərimiz cümlədə əsasən isim və əvəzi təsvir edəcək və onları əvəz edəcək. Həmçinin bu əvəzliklər bizə bir baxma, belə deyim də, başlanğıc məlumatları verir, introduction verir ki, qarşıda gələn vaxtlarda keçəcəyimiz mürəkkəb cümlələri də rahatlıqla qura bilək. Belə ki, bu relative pronouns, yəni ki, nisbi əvəzliyə aşağıda sadalayacağımız, həmçinin ekranda gördüyünüz əvəzliklər aiddir. Who, kim ki mənasını verir. Əsasən insanlar üçün istifadə edəcəyik və mübtəda vəzifəsində çıxış edir. Yəni mübtədaya aid olur. Tutaq ki, nümunədə baxırıq ki, the teacher who helped me is very kind. Yəni ki, müəllim kim ki mənə kömək edib çox nəzakətlidir. Bu formada demiş olduq. Whom-a keçək. Whom kimi ki, kimə ki mənasını verəcək. Bizə bir baxma obyekt formada olan adlıq əvəzlikləri ki var idi, onları xatırladır. Onlar necə deyirdik? Deyirdik ki, təsirlik və yönlük şəkilsi sanki qəbul eləmişdi. Onlar nətər idi? Məni, mənə, səni, sənə, onu, ona, bizi, bizə, sizi, sizə, onları, onları. Onları, onlara daha doğrusu. Və eyni şəkildə whom da kimi ki, kimə ki. Aha, ümid edirəm ki, nəyi nəzərdə tutduğumu anladınız. Əsasən obyektə aid olur. Obyekt deyəndə də burada tamamlığı nəzərdə tuturuq. Yəni ki, insana aiddir, bəli, canlını bildirir, amma ki, məsəl üçün who-nu dedik ki, mübtədadır, amma whom tamamlığa aid olacaq. Tutaq ki, the girl whom you met is my friend. Yəni ki, qız kim ki sən görüşmüsən, o mənim dostumdur. Bu formada biz nümunəmizi işlətmiş olduq. Keçək növbətiyə whose. Whose nədir? Kimin ki mənasını verir və görürsünüz, onun artıq kökündə müəyyən bir yiyəlik anlayışı var. Deməli, testlərdə xüsusilə görsəniz ki, nöqtə, daha sonra ardınca isim gəlibdir. Bilin ki, burada istifadə edəcəyimiz nisbi əvəzliyimiz 99% ehtimalla whose olacaq. Çünki mənsubiyyət bildirir. Tutaq ki, baxsaq, the man whose car was stolen is angry. İnsan, kişi, kimin ki maşını oğurlanmışdı, çox qəzəbli idi. Qəzəblənmişdi. Bu formada tərcüməmizi vermiş olduq. Daha sonra keçirik which-ə. Which əşyalar və heyvanlara aid olacaq. Tutaq ki, the book which I read was interesting. Yəni ki, kitab hansı ki mən oxumuşdum, çox maraqlı idi. Olduqca maraqlı idi. Bu formada cümləmizi işlətmiş olduq. Burada which nəyə aiddir bu əvəzlik? Book, kitab. Bəli, ona aid olacaq. Və son olaraq Z var. Z görürsünüz daha universal bir əvəzlikdir. İnsan, əşya və heyvan. Yəni bunların hər birini əvəz edə bilir. Aralarında ən ümumi formada işlənə bilən əvəzliyimiz Z-dir. Məsəl üçün the movie that we watched was great. Yəni ki, film hansı ki biz izləmişdik, maraqlı idi, əla idi. Bu formada Z-i istifadə etmiş olduq. Həmçinin onu da sizə qeyd edim ki, məsəl üçün 5 dənə əvəzlik dedik, düzdürmü? Hansılar oldu? Who, whom, whose, which, Z. Həmçinin sizə onu deyim ki, bax, bayaqdan 5 dənə əvəzlik qeyd etdiyi who, whom, whose, which, Z. Bunlar arasında ən rahat formada işlənən Z-dir. Nəyinə görə rahatdır? Çünki digərlərini əvəz eləyə bilir. Amma ki, burada da indi kiçik bir məqam var. Diqqətlə indi baxaq. Who və which, yəni kim və hansı əvəzlikləri Z əvəzlik tərəfindən çox rahatlıqla əvəz oluna bilər. Amma burada bir məqam var. Əgər ki, mübtədadan sonra vergül varsa, bu zaman biz Z işlədə bilmərik. Baxın, əgər mübtədadan sonra vergül varsa, Z əvəzliyi olmaz. Nümunələrimizə baxası olsaq, deməli, the woman who bought all the flowers yesterday is my friend's aunt. Deməlidir ki, qadın, kim ki dünən bütün gülləri, çiçəkləri almışdı, mənim dostumun xalası idi. Və yaxud da, my brother who lives in Gəncə will get married next month. Deyir ki, mənim qardaşım, kim ki Gəncədə yaşayır, gələn ay evlənəcək. Və növbətiyə baxaq, artıq burada bir vergül var. Bunu biz Z-lə əvəz edə bilməyəcəyik, buradakı who-nu.
Mənim bacım, deməli, my sister who lives near the river is a biology teacher. Mənim bacım kim ki çay sahilində yaşayır, biologiya müəlliməsidir. Bu cümləmiz də bu formada olacaq. Bəs indi bu əvəzlikləri biz nəyə görə istifadə edirik? Gələcəkdə, tutaq ki, esələrimizdə bizdə lazım olacaq ki, mürəkkəb cümlələrdən istifadə edək, düzdürmü? Mən həmişə sizə necə deyirəm? Bir essenin dadı, duzu, onun yaraşığı oradakı mürəkkəb cümlələrdir. Və bu mürəkkəb cümlələri də qurmaq üçün gərək bizim əlimizdə kiçik-kiçik xırda cümlələr olsun, sadə cümlələr. Onları birləşdirib alacağıq da mürəkkəb cümləni, düzdürmü? Və bu birləşdirmə zamanında bu əvəzliklərdən bir baxıma istifadə edəcəyik. Əslində bu nəyə göstərir bizə? Nisbi əvəzliklərin mürəkkəb cümlələr və bağlayıcılarla olan əlaqəsini bizə bir baxma göstərmiş olur. Tutaq ki, I saw a blonde guy, he was reading a book. İki dənə belə cümləmiz var. Birincidə deyir ki, mən sarışın oğlan gördüm, o kitab oxuyurdu. İndi biz burada bu iki cümləni birləşdirməliyik və bu formada olacaq ki, I saw a blonde guy who was reading a book. Mən sarışın oğlan gördüm, kim ki kitab oxuyurdu. Və yaxud da ki, zətlə də elə əvəz edə bilərik. Başqa bir nümunəyə baxaq. The phone is mine, it's on the table. Deyir ki, telefon mənimkidir. O, stolun üstündədir. Burada telefonla bağlı yazıram, düzdürmü? Telefon nədir? Cansızdır. Ona görə which istifadə edəcəm. Həmçinin demişdim ki, zət which çox rahatlıqla əvəz edə bilir. Ona görə də gətirib zətlə də yaza bilərəm. Və yekun formam necə oldu? The phone which is on the table is mine. Yəni ki, telefon hansı ki stolun üstündə idi, o mənimkidir. Və yaxud da növbəti cümləyə baxaq. Hansı ki burada artıq biz istifadə edəcəyik whom əvəzliyini. Whom nə idi? Kimi ki, kimə ki. İndi the man was Lewis Hamilton, I saw him. Deyir ki, o adam, yəni həmin adam Lewis Hamilton idi. Mən onu gördüm. İndi bunu birləşdirib yazaq. The man whom I saw was Lewis Hamilton. Deyir ki, adam hansını ki mən gördüm, kimi ki mən gördüm, Lewis Hamilton idi. Bu formada demiş olduq. Bir baxma fikir versəniz, bu əvəzliklər sanki bizə kömək edir ki, o cümlələr var idi, ibtidai sinifdə öyrənirdik. Tutu, topu tut. Tutu, topu at. Sanki bunu birləşdirib edirik ki, tutu, topu tut və mənə at. Başa düşdünüz yəqin ki, fərqi ki, yəni bu əvəzliklər bizə nə kimi kömək göstərir. Və bir neçə nümunəyə daha baxaq. The doll was very pretty, I saw it yesterday. Deyir ki, gəlincik çox qəşəng idi. Mən onu dünən gördüm. Burada indi gəlinciyə baxırıq. Gəlincik nədir? Cansızdır, oyuncaqdır, düzdürmü? Deməli, which və yaxud da zət istifadə edə bilərəm. Bəzən hətta bir neçə nümunə olacaq ki, görəcəksiniz ki, orada heç birinə ehtiyac yoxdur, adi formada da yaza bilirik. Məsəl üçün, bu nümunədə olduğu kimi. The doll, which I saw yesterday was very pretty. Deyir ki, gəlincik, hansını ki mən dünən görmüşdüm, çox qəşəng idi. Eyni formada zətlə də yaza bilərik və yaxud da heç nəsiz də saxlaya bilərik. Və son cümləmiz I know Charles, his car was stolen. Deyir ki, mən Charles'ı tanıyıram, onun maşını oğurlanıb. Burada artıq his üzərindən davam edəcəyik. His nə idi? İsimli forma, yiyəlik əvəzliyimiz, hansı ki mənası onun idi və kişi cinsində idi. İndi yiyəlik bildirən əvəzliyimiz, nisbi əvəzliyimiz hansı idi? Whose. Deməli, I know Charles, whose car was stolen. Deməli, mən Charles'ı tanıyıram, bilirəm. Kimin ki maşını oğurlanıbdı. Bu formada olmuş olacaq son nümunəmiz. Və dostlar, beləliklə nisbi əvəzlikləri də bitirmiş olduq. Ümumiyyətlə, əvəzlik bölməsi olduqca geniş və maraqlı bir bölməkdir. Həmçinin bizə imtahanda olduqca lazım olan bölmələrdən biridir. Baxmayın ki, müəllimə, onsuz 3 dənə sual düşür qrammatikadan. Niyə edirəm mən axı bunları bu qədər oxuyub? Yox, dostlar. Esselərdə bizə köməyi olur. Həmçinin bizim ümumi ingilis dili biliyimizdə də bunun köməyi olacaq. Buna görə də ümid eləyirəm ki, əvəzliyi ən yaxşı şəkildə öyrənərik. Bir sonraki dərs videolarında görüşənədək sağ olun, salamat qalın.